Herkese salam. Bugün sizlerle birlikte 6-cı sinif dərsliyin davamına baxacağıq. Birinci çalışmaya baxaq. Deyir ki, cədvəldə bank işçilərinin işə gələrkən hansı nəqliyyatdan istifadə etdikləri haqqında məlumat verilib. Hər bir nəqliyyat növünə uyğun faiz göstəricisini tapın və uyğun dairəvi diaqramı müəyyən edin. Baxaq. Ümumiyyətlə, bu nəqliyyat növlərinin cəmini tapsaq, 32 üstəgəl 8, üstəgəl 4, üstəgəl 16, üstəgəl 20. 40, 20, 20, bu da toplamda eləyəcək 80. Deməli, ümumi 80 nəqliyyatdan istifadə olunur. Bunlardan 32-si ictimai nəqliyyatsa, onda ictimai nəqliyyatı tapmaq üçün 32-ni böləcəyik ümumi saya, vuracaq 100%-ə. Bunu da hesablasaq, 32 ilə 80 ixtisar gedər. Yuxarıda 4, aşağıda 10. Bunlar da ixtisar getsə, cavab eləyəcək 40%. Daha sonra velosipedi tapsaq, 8 nəfər velosipeddən istifadə edir. Bölək ümumi saya, vurarıq 100%-ə. Bu da eləyəcək 10%. Daha sonra motosiklet. Motosikletdən 4 nəfər istifadə edir. 4-ü böləcəyik 80-ə, vuracaq 100%-ə. Bunlar ixtisar getsə yerdə qalacaq 5%. Skuterdən istifadə edənlər 16 nəfərdir. 16 böl 80 vur 100%. Bunu da hesablasaq 20% eləyəcək. Bir də şəxsi avtomobildən istifadə edənlər 20 nəfərdir. 20 bölünsün 80 vurulsun 100%. Bu da eləyəcək 25%. Deməli, faiz olaraq ən çox ictimai nəqliyyatdan istifadə olunur. Ən az isə motosikletdən istifadə olunur. Deməli, biz diaqramı seçəndə də elə bir şey seçməliyik ki, burada motosikletə ən kiçik hissə uyğun gəlsin, ictimai nəqliyyata isə ən böyük hissə uyğun gəlsin. A variantına baxsaq, təxminən bütün bölgülər bir-birinə bərabərdir. Ona görə A variantını götürə bilmərik. C variantına baxsaq, C variantında sanki baxın bu 3 hissə bir-birinə bərabərdir. Ona görə bunu da götürə bilmərik. Cavab yerdə qalacaq B variantı. Ən kiçik hissə, yaşıl hissəyə motosiklet uyğun gələcək. Ən böyük sarı hissəyə isə ictimai nəqliyyat uyğun gələcək. Bu oldu birinci tapşırığımız. Keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyir ki, satışda olan topların sayı cədvəldə verilib. Basketbol, voleybol və futbol toplarının bütün topların neçə faiz təşkil etdiyini müəyyən edin və dairəvi diaqramını təsvir edin. Baxaq, ümumiyyətlə bütün topların sayı neçədir? 8 üstəgəl 5, üstəgəl 7, 20 ümumi top var. Bunlardan 8-i basketboldursa, 8 bölünsün 20 vurulsun 100%. Buradan taparıq ki, 40% basketbol topudur. Dairəvi diaqramda qeyd etmək lazımdırsa, biz bilirik ki, dairə bütövlüyü 360 dərəcədir. 360-ın 40%-ni tapaq, yəni %40-ını. Bunu hesablasaq, bu da eləyəcək 144 dərəcə. Deməli, dairəvi diaqramda 144 dərəcə basketbola uyğun gəlməlidir, basketbol topuna. Daha sonra gəlir voleybol topu. Voleybol topu 5 dənə idi. 5 bölünsün 20 vurulsun 100%. Faizini tapsaq 25% olacaq. 25% ilə dairəvi diaqramda yazmaq üçün 360-ın 25%-ni tapacağıq. Yəni %25. Bunlar da ixtisar getsə 4, bu da 90 dərəcə eləyəcək. Deməli, 90 dərəcəlik hissəni voleybol topu üçün ayırmaq lazımdır. Daha sonra gəlir futbol. Futbol da 7 idi. 7 bölünsün ümumi say 20 vurulsun 100%. Bunu da hesablasaq 5, 35% eləyəcək. Daha doğrusu, 35 7 bölünsün 35% olacaq. 35% dərəcəyə çevirmək üçün 360-ın 35%-ni tapacağıq. Burada sıfırları ixtisar eləsək, 35-dən 10-u ixtisar eləsək, 7, 2, burada da 18. 18 vurulsun 7-də 70, 56, 126 dərəcə eləyəcək. Deməli, futbol topu üçün də 126 dərəcəlik yer ayırmaq lazımdır. Daha sonra gəlir üçüncü tapşırıq. Üçüncü tapşırıqda deyir ki, diaqramda Meloman klubunun üzvləri arasında ən sevimli musiqi janrı haqqında sorğunun nəticələri və uyğun üzvlərinin sayı təsvir edilib. Hər bir qrupun bütün klubun neçə faizini təşkil etdiyini tapın.
Deməli, baxaq, ümumilikdə rockda 12 nəfər, estradada 8 nəfər, klassikdə 4 nəfər, 16 nəfər də xalq musiqisində. Bunları toplasaq toplamda 40 nəfər edir. Bizdən hər birinin ayrı-ayrılıqda neçə faiz olduğunu soruşursa, estradanı tapmaq istəyirəmsə, 8 nəfər var idi estradada, ümumi də 40 nəfər. 8 bölünsün 40 vurulsun 100% olacaq. Faizini tapanda olacaq 20%. Daha sonra klassikə baxsaq, 4 nəfər idi, amma toplamda 40 nəfər. 4 bölü 40 vurulsun 100%. Onu da hesablasaq 10% klassikdədir. Xalq musiqisi 16 nəfərdir. 16 bölünsün 40 vurulsun 100% olacaq. Buradan da sıfırları ixtisar eləsək, 4 ilə 16 ixtisar geçsə, yerdə qalar 40%. Bir də roka baxsaq, rockda 12 nəfərdir. 12 bölü 40 vurulsun 100%. Burada yenə sıfırlar geçsə, 3 qalsa 30% edər. Hər birinin faizini tapdıq. Daha sonra aşağıda deyək ki, xalq musiqisi və estrada həvəskarları cəmi neçə faizdir? Xalq musiqisi və estrada 40% üstəgəl 20%, cəmi 60% təşkil edirlər. Daha sonra gəlir 4-cü çalışma. Deyir ki, diaqramda və cədvəldə bilik yarışında iştirak edən 10 şagirdin riyaziyyatdan topladıqları ballar verilib. Diaqrama əsasən cədvəli tamamlayın. Deməli, ümumi 10 şagirdimiz varsa, 10 nəfər 100%-dir. 70 bal alanda 20%-dir. 20%-ə də x desək, x bərabərdir 200 bölünsün 100, taparıq ki, 2 nəfərdir. Cədvəli tamamlayın desə, 20%-imiz 2 nəfərdirsə, 40%-imiz, yəni 90 bal alan 4 nəfər olacaq, 30%-imiz də 3 nəfər olacaq. Bunlar da toplamda 10 nəfər eləyəcək. Cədvəli tamamladıq. Daha sonra bizə deyir ki, təsadüfən seçilmiş bir şagirdin 100 bal toplama ehtimalı. Əvvəlki dərsdə demişdik ki, ehtimal əlverişli hal bölünsün ümumi haldır. Ehtimal bərabərdir, əlverişli hal bölünsün ümumi hal. 100 bal toplama ehtimalı deyir. Deməli, əlverişli hal bizim üçün 100 bal toplayan şagirddir. Yəni, 1 nəfər. Ümumi halımız isə bu 10 nəfərdən biri seçiləcək deyə olacaq 10. Deməli, ehtimalımız olacaq 10-da 1. İkincisində deyir ki, təsadüfən seçilmiş bir şagirdin 70 bal toplama ehtimalı nə qədərdir? Yenə əlverişli hal bölünsün ümumi haldan istifadə edəcəyik. Əlverişli halımız 2 nəfərdir. Ümumi halımız isə 10 nəfərdir. Bunu da ixtisar etsək, ehtimalımız olacaq 5-də 1.